Smartfonların Azərbaycana hardan gətirildiyini bilirsinizmi? Bu ilin ilk 10 ay ərzində Azərbaycana xarici ölkələrdən 344 milyon 206,6 min dollar dəyərində 1 milyon 81 min 332 ədəd smartfon gətirilib. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal edilən smartfonların miqdarı 7,3% və ya 84.953 ədəd azalıb. Məlumat üçün qeyd edək ki, bu ilin ilk 10 ayında idxal olunan smartfonların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalsa da, dəyəri 14% bahalanıb. Belə ki, idxal olunan smartfonların bir ədədinin orta gömrük dəyəri bu ilin ilk 10 ayında 318 dollar olduğu halda, ötən ilin eyni dövründə 278 dollar olub. Azərbaycana smartfonlar ən çox Çindən gətirilib. Bu ölkədən Azərbaycana bu ilin ilk 10 ayında 863.707 ədəd smartfon idxal olunub. Ən az smartfon isə ABŞ və Bolqarıstandan gətirilib. Yanvar-oktyabr aylarında bu ölkələrin hər birindən cəmi bir ədəd smartfon idxal edilib. Bu ilin ilk 10 ayında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və bir ədədinin orta gömrük dəyəri bu şəkildə olub. Onu da bildirək ki, ABŞ-nin Apple şirkəti bu ilin sentyabr ayının 9-da yeni iPhone 17 smartfonlarını təqdim edib. Sentyabr ayının sonunda isə iPhone 17 smartfonlarının Azərbaycanda satışına başlanılıb.